Salam əziz izləyicilər, bu dərsimizdə sizlərlə birlikdə ədəd məsələləri mövzusunu öyrənəcəyik. Həm dövlət qulluğu, həm magistr imtahanlarında demək olar ki, hər dəfə mövzu ilə bağlı suallarla qarşılaşırıq. Gəlin elə həmən sual nümunələri üzərindən mövzunu öyrənməyə başlayaq. Vaxt itirmədən ilk sual nümunəmizə keçək. Burada deyilir ki, rəqəmlərinin hasili 6-ya bərabər olan 5 rəqəmli ədədlərdən ən kiçiyini tapın. Bu ədədin sonuncu iki rəqəminin cəmini müəyyən edin. Əvvəla bilirik ki, rəqəmlərin hasili 6-ya bərabərdir. İlk növbədə düşünə bilərik ki, bu ədədin içərisində hansı rəqəmlər ola bilər? 6-nın içərisindəki vuruqlar. Misal üçün 1, 2, 3 və elə 6-nın özü. Bu rəqəmlərdən bir ədəd düzəldəcəksə və o ədəd ən kiçiyi olacaqsa, bu ədədlərdən ən kiçiyi olacaqsa, həmən 5 rəqəmli ədədlərdən maksimum çalışmalıyıq ki, misal üçün bu mərtəbələrin hər birini bura çəksək, təklik, onluq, yüzlük, minlik, 10 minlik mərtəbələr var. Ən yuxarı mərtəbələrdə çalışmalıyıq ki, ən kiçik rəqəmlərdən istifadə edək ki, və bu rəqəmlərin hasili 6-ya bərabər olsun və müəyyən edə biləcəyimiz ən kiçik ədəd olsun. Ona görə də biz sıfırdan istifadə edə bilmərik. İstər birinci mərtəbədə, yəni 10 minlik, istərsə də minlik, o yüzlük, təklik və onluq mərtəbələrdə. Çünki ədədlərin hasili onda sıfıra bərabər olardı. İstifadə edə biləcəyimiz ən kiçik ədədləri burada yazırıq. 1, yenə də 1. Düşünə bilərik ki, indi burada 2 və 3-dən də istifadə edək. Ancaq mümkün qədər bu mərtəbələrin hər birində ən kiçik rəqəmlərdən istifadə etməli olduğumuz üçün mən hətta onluq mərtəbəyə də 1 yazıram. Ən sonuncu təklik mərtəbədə 6 yazıram. Bu bizim əldə edə biləcəyimiz, yəni rəqəmlərin hasili 6-ya bərabər olan ən kiçik 5 rəqəmli ədəddir. Əgər burada 2 və 3 vurğundan istifadə etsəydik, minimum əldə edə biləcəyimiz ədəd olardı 11000, tutaq ki deyirəm, 11123 ki, bu da 11116-dan daha böyükdür. Və bizdən nə istəyir burada? Sonuncu iki rəqəmin cəmini müəyyən eləyək. Bu da edir 7. Əlbəttə ki, bu mövzuya aid ən sadə, imtahanda düşən ən sadə nümunələrdən biri idi bu. Keçək digər nümunələrə baxaq. Misal üçün, burada deyir ki, 224 ədədinin 7-də 3 hissəsinin 37,5%-nin 16-da 4 hissəsini müəyyən edin. Burada da həmçinin düşünürəm ki, heç bir xüsusi məntiq tələb eləyən bir məsələ yoxdur. Sadəcə olaraq biz 224 ədədinin ardıcıl qaydada ən birinci 7-də 3 hissəsini, daha sonra həmən o 7-də 3 hissənin də 37,5 faizini, gəlin elə bunu bu şəkildə ardıcıl yaza bilmək üçün belə qeyd eləyək. 100-də 37,5. Əlbəttə, bu vergülü ləğv eləmək üçün bir dənə də 0 bura gətirib, bu vergülü buradan ləğv eləyə bilərik. 375 oldu və nəhayət ən sonda da bunun 16-da 4 hissəsini. Gördüyünüz kimi 16-da 4-dür. Misal üçün, bu kəsirləri əvvəlcədən ixtisar etmədim. Bu şəkildə yazaq, ondan sonra ən sonda keçək, ixtisarlarımızı eləyək. Burada görürəm ki, 16 və 4 ixtisar getsə, 1 qaldı və burada 4 qalıb. 224-ü 7-yə bölə bilərik. 210-da 30 dəfə, 14-də də 2 dəfə. Deməli, bunlar özləri də ixtisar gedəcək. Elə də 32. 32. Daha sonra baxırıq. Bu 32 ilə biz ixtisar edə bilərik. Bu həmən bu 4-dür. Bu 32 də gedir. Gəl 32-dən qalanı bu tərəfə yazaq. Qaldı 8. İndi baxırıq ki, 375 yuxarı hissədə qalıb, surət hissəsində 8 və 3. Aşağı hissədə isə 1000 qalıb. Hər biri 5-ə bölünə bilər, misal üçün, və yaxud da ki, hər biri 25-ə bölünə bilər. 375-i biz bölsək 25-ə, səhv etmirəmsə 15 qalar. 1000-i də bölsək 25-ə, burada da 40 qalar. Ki, bunlar da ixtisar gedəcək. Bu 40 ilə 8 gedəcək. Aşağıda yenə 5 qalır. 15 ilə də 5 ixtisar gedəndə yuxarıda 3 qalır. Bir burada 1 3 qaldı. Bir də burada 1 3 qaldı. Qalan bütün
ədədlər ixtisar olundu. 3 vur 3 nə eləyir? 9. İndi bunu şifahi qaydada və yaxud da bir başqa şəkildə siz özünüz də cavabını tapa bilərsiniz. Keçək digər nümunəmizə. Burada isə qeyd olunur ki, A6, 8, D-Y. Bu bütövlükdə bir ədəddir. Bu ədədi 3-ə qalıqsız bölünürsə deyir, A plus D plus Y cəminə uyğun olan ədədlərin kodlarını seçin. Əvvəla biz bilməliyik ki, 3-ə qalıqsız bölünmənin əlaməti nədir? O ədəd 3-ə qalıqsız bölünür ki, onun rəqəmlərinin cəmi də 3-ə bölünsün. Onda belə çıxır ki, bizdə bu iki rəqəm məlumdur. 6 və 8. Bunların cəmi nəyə bərabərdir? 14-ə. Digər A, D, Y-nin də cəmini toplasaq, elə bir ədəd əldə etməliyik ki, o ədəd 3-ə bölünsün. Əgər o ədəd 3-ə qalıqsız bölünürsə, deməli bu ədəd özü də 3-ə qalıqsız bölünəcək. İndi bizə burada məlum olan hissəni biz bilirik ki, 3-ə bölsək, qalıqda nə qalar? 12 tam bölünür. Burada qalıqda qalır nə? 2. Demək bizim yerdə qalan A, D və Y-nin 3-ə bölünməsindən qalıqda 1 qalmalıdır ki, həmən bu qalıqlar toplananda ki, bu nəticə özü də 3-ə bölünsün. Və yaxud da ki, elə sadə qaydada, burada bizə verilən ədədləri, yəni daha primitiv yanaşsaq, burada bizə verilən ədədləri bu 14-ün üzərinə gəlib, bu axı A, D, Y-nin cəmidir bu ədədlər, aşağıda ədəd hissədə ikinci sütun sətirdə verilənlər. Biz onları elə 14-ün üstünə gəlib, toplayıb yoxlaya bilərik ki, görək 3-ə bölünür ya yox. 9 özü 3-ə bölündüyünə görə, bayaq da dedim ki, gərək burada elə bir ədəd olsun ki, onun da qalığı 1 olsun ki, qalıqlar toplananda o da 3-ə bölünsün. 9 ədədin toplasaq 14-lə, bu 3-ə bölünməyəcək. Ona görə kod 1 getdi. 19-u toplasaq bölünəcək. Həm bayaq dediyim kimi 19-un özündən 1 qalıq qalır, 14-dən də 2 qalıq qalır. Bu qalıqlar da cəmlənəndə 3-ə bölünür. Və yaxud da ki, daha sadə qaydada 14 üstə gəl 19 33 edir ki, 33 də nə edir? 2-yə bölünür. Bu xüsusiyyətə görə deməli bu ədəd də bölünəcək. Kodunu qeyd edirik. 15 özü 3-ə bölünür, amma 15 ilə 14-ün cəmi 3-ə bölünməyəcək axı. 8 3-ə bölünmür və 8 bölsək 2 qalıq qalır. Burada da 2 qalıq qalır. Qalıqları toplasaq yenə də 3-ü çıxsaq onun içərisindən 1 qalıq qalacaq. Ona görə 8-dən də 14-ü toplasaq bölünməyəcək. 17. 17 də həmçinin biz 17 ilə 14-ü toplasaq belə nə edər? 31 sadə ədəddir. Ondan sonra 4. 4-ün 3-ə bölünməsindən 1 qalıq qalır. Və ümumiyyətlə ya da 14 üstə gəl 4, 18 eləyir. Burada tam bölünəcək. 21 bölünməyəcək, bayaq dediyim xüsusiyyətlərə görə. 16 bölünəcək. 16 və 14-ü həm də toplasaq eləyir 30, 3-ə tam bölünür. Deməli 8-i də götürürük. 23 ilə toplasaq biz 14-ü, o da həmçinin 3-ə bölünməyəcək. Demək burada əsas bilməli olduğumuz şey nə idi? 3-ə qalıqsız bölünmənin xüsusiyyəti. Ona görə də biz götürürük 2, 6 və 8-i. Keçək növbəti sualımıza. Deyir, şagirdlər 3-3 oturanda 6 nəfər ayaq üstə qalır. 4-4 oturanda 2 yer boş qalır. Sinifdə neçə şagird var? Bu məsələ belə şifahi qaydada baxanda bəlkə də həll etmək bizim üçün çətin görünə bilər. Amma tənlik formasına gətirsək, görək ki, əslində çox sadə bir tənlik yaranır. Nədən söhbət gedir? Şagirdlərdir. Bu hansısa bir sinif otağı kimi təsəvvür eləyək və burada oturacaqlar var. Biz buna parta deyirdik də. Bu partaların arxasında şagirdlər deyir 3-3 oturanda 6 nəfər ayaq üstə qalır. 6 nəfərə yer çatmır. 4-4 oturanda 2 dənə də yer boş qalacaq amma. Və biz burada nəylərdən istifadə edə bilərik? 1. Parta sayı bilirik ki, eynidir. Parta sayı bilirik ki, eynidir. Bu olsun, deyək ki, x. Bir də bilirik ki, şagirdlərin sayı da sabitdir. Yəni, bu da dəyişmir. Onda bunlardan istifadə edib bir tənlik qura bilərik. Misal üçün, tutaq ki, x sayda partamız var. Şagirdlər neçə oturdu? 3-3. Deməli, hər partada 3 şagird oturdusa, onda partalarda oturan şagirdlərin sayını tapmaq üçün neyəcəm? Bu x-i vuracam 3-ə də, olacaq 3x. Və neçə nəfər də hələ qalıb partalardan hələ? 6 nəfər. Bu nəyə bərabərdir? Şagirdlərin sayında hər hansısa bir şey ilə ifadə eləyək.
Tutaq ki, deyirəm S. S oldu şagirdlərimizin sayı. Növbətisində isə götürürük. 4 otursalar, yenə də x sayda parta var da, dəyişməyib ki, yəni masa var, parta var. Bunlarda da götürsək 4 əyləşən şagirdləri, onda olacaq 4x. Yəni x sayda parta var, hər partada 4 şagird. Amma 2 dənə yer boş qaldı. Bunu riyazi dildə necə ifadə eləyək? Əgər ayaq üstə qalanları plus 6 götürmüşdüksə, yer boş qalıbsa, həmən bu 4x-in içərisində onu 4x-dan çıxmaq lazımdır. Həmçinin bu da nəyə bərabərdir? Yenə də bu şagirdlərin sayına. Buradan nəzərə alsaq ki, hər iki tənlik S-ə bərabərdirsə 3x plus 6, həmçinin 4x çıx 2, onda buradan x-i rahatlıqla tapa bilərik. Tapaq, 3x-i keçirdərəm bu tərəfə, 4x-dan 3x çıxaram, qalar x. Mənfi 2-ni də keçirdərəm bu tərəfə, mənfi 2 olar. Hər dəfə bunu deyirəm, işarələr bir tərəfdən, bərabərliyin bir tərəfindən başqa bir tərəfinə ədəd keçiriləndə və yaxud da o məşğul özü olsun, keçiriləndə onun işarəsi dəyişməlidir. Mənfi müsbət bu cür dəyişir, vurmadsa bölmə bu cür dəyişir. İndi mənfi 2 keçdi bu tərəfə, oldu müsbət 2. 6 ilə 2 oldu 8. Mən x-in qiymətini tapdım. X da dedik nə idi? Partanın sayı idi. Yaxşı, indi bizdən şagird sayını soruşur. Bax, burada istifadə edə bilərik də. Şagird sayı S. Bərabərdir nəyə? 3x. Gətirək x-i qoyaq yerinə. 3 vurulmuş 8. 24. Üstə gəlinə 6. Bərabərdir 30. Şagird sayı burada 30 nəfər olmalıdır. Digər tənliklə də yerinə qoysaydıq, yenə də eyni şey eləyərdi. Keçək digər sual nümunəmizə. Bu tip suallar düşür, yəni bir neçə dəfə dövlət imtahanında qarşılaşmışıq və burada deyir ki, misal üçün 5378, düzdür, düşən nümunələr düşünürəm ki, bundan daha sadə görünürdü. 5378 və 3260 arasındakı əlaqə 2786 və 4384 arasında vardır. Buna oxşar əlaqə aşağıdakılardan hansında var? Burada biz 5378-i bütöv bir ədəd kimi götürsək, tutaq ki, deyirəm 3260 ilə onun hər hansısa bir əlaqəsi çıxsaq, nə bilim, toplasaq, bu 2786 və 4378 arasındakı eyni əlaqə ilə düz gəlmir. Gəlin onda biz buna bütöv bir ədəd kimi yox, onun tərkibindəki rəqəmləri analiz eləyək. Misal üçün, biz burada götürsək 5 ilə 3-ü bir-birinə vursaq, bax, buradan xətt çəkirəm, bölürəm. Sol tərəfdəkiləri bir-birinə vursaq, burada sağ tərəfdəkilərin cəmi eləyəcək. Görək, burada da mı belədir? 3 ilə 2-ni bir-birinə vururam 6, 6 ilə 0-ı toplayıram 6. 2 ilə 7-ni bir-birinə vururam 14, 8 ilə 6-nı toplayıram 14. 4 ilə 3-ü bir-birinə vururam 12, 8 ilə 4-ü toplayıram 12. Eyni əlaqə görək bu variantlar içərisində hansında var? Misal üçün, A variantı. 1 ilə 8-i vurduq bir-birinə, 4 ilə 6-nın cəmi etmədi. 4 ilə 4-ü vurduq bir-birinə, 16. 6 ilə 8-in cəmi etmədi. Misal üçün, burada tam tərsinə verilib. Əgər burada 4 ilə 4-ü vursaq, 16, 8 ilə 8-in cəmi də 16 edər. Amma yerləri burada qarışıq formada verilib. Amma baxırıq ki, 2 ilə 2-ni bir-birinə vursaq, 4, 0 üstə gəl, 4, 4. 3 ilə 4-ü bir-birinə vursaq, 12, 9 üstə gəl, 3, 12. Deməli, cavab nə olacaq? Eyni qanun uyğunluq hansı iki ədəd arasında var? C variantındakı ədədlər arasında. Keçək digər nümunəmizə. Deyir, bir-birindən fərqli natural ədədlər artma sırası ilə düzülmüşdür. Söhbət burada natural ədədlərdən gedir. İlk ikisinin hasili 16, son ikisinin hasili isə 225-dir. Həmin ədədləri taparaq cəmlərini hesablayın. İlk növbədə baxanda biz düşünə bilərik ki, bizə sadəcə ilk ikisinin xüsusiyyətini verib xassələrini, bir də son ikisinin. Biz axı nə bilirik ki, bu arada başqa hansı ədədlər var, ola bilər, neçə ədəd var və yaxud da yoxdur. Amma biz həmən bu hasillər ki var, biz bunları götürüb analiz eləsək, görərik ki, cavab əslində çox sadədir. Misal üçün, ilk ikisinin hasili deyirsə, bu ya ola bilər 1 ilə 16-nın, yəni ilk iki ədəd bu ola bilər. Birinci biri yazırıq, sonra 16-nı, çünki artma sırası ilə düzülüb. Ya ola bilər 2, 8. 4 yazsam, gənə digərində 4 yazam və burada natural ədədlərdən söhbət gedir. Yəni artıq kəsirlər falan, bunun yeri yoxdur. 1, 16 və 2, 8 oldu.
Yəni 2 dənə bir ehtimalımız var. Amma 225-ə baxanda görürük. 225 15-in kvadratıdır. Burada 2 dənə 15-i dalbadal yazmayacağıq ki. Hətta 2 dənə 15-i ardıcıl yazsaq belə, axı 15-lər olanda, 2 dənə 15 olanda 15 16-dan daha kiçikdir. Belə çıxır ki, onda misal üçün 1 16-nı heç vaxt götürə bilmərik biz. Düzdür? Sırf buna görə biz bilirik ki, İstənilən halda 1-16 əlaqəsini çıxdıq buradan. 15 və 15 də götürə bilmirik. Eyni ədədlər təkrarlanır. Artma sırası ilə düzülüb də burada. Onda nə götürə bilərik? Gəlin bu 225-i bir vuruqlara ayıraq daha rahat görə bilmək üçün. 3-ə bölürəm, 3-ə bölünür də bəli. 75. 75-i 3-ə bölürəm, 25. 25-i 5-ə bölürəm, 5, onu da 5-ə bölürəm. Bax, vuruqları ayırdım, vuruqlar budur. Buradan başqa mən nə ədədi çıxarda bilərəm? 3 ilə 3-ü götürərəm, 5 ilə 5-i. Yəni 9 vur 25 kimi baxaram buna. 9 vur 25 kimi. Deməli bu cürdə 2 ədədin hasili kimi baxa bilərik. 9 vur 25 kimi baxanda biz görürük ki, bu ən kiçik ədədi ki var bunun. Bu ilə 8-in dərhal ardınca gələn, yəni ardıcıl rəqəmlərdir. Onda bu 9-u yazsaq bura, bu o deməkdir ki, artıq bunların arasında ilk iki bu ədədlə son iki ədədin arasında başqa heç bir ədəd yoxdur. Elə söhbət doğrudan da cəmi 4 ədəddən gedir. 9, 9-dan da sonra bunlar ardıcıldır axı. Bir-birinin ardınca gələn son iki ədəddir. Bu da 25. Başqa yəni heç bir ədəd qalmayacaq. Bizə indi bunların cəmin hesablanmağımızı istəyirsə, cəmlərini toplasaq 25, 9, 34, 2 ilə də 8, 10. Elədi cəmnə 44. Keçək digər nümunəmizə. Səyahət üçün 8 turist qrupu var. Hər qrupdakı qadın sayı toplam uşaq sayına bərabərdir. Hər qrupdakı uşaq sayı toplam kişi sayına bərabərdir. Ümumi səyahət edən adam sayı 226-dan kiçik cüt ədəddir. Ümumi səyahət edən adam sayı nə qədərdir? Gəl belə baxaq. Əvvəla bildik ki, 8 turist qrupu var və bu qrupların içərisində hər qrupdakı qadın sayı, yəni 8 qrupun hər birindəki qadın sayı toplam uşaq sayına bərabərdir. Əminliklə bilirik ki, qadınların sayı uşaqların sayından 8 dəfə çoxdur. Üstəgəl hər qrupdakı uşaq sayı da toplam kişi sayına bərabərdir. Belə çıxır ki, burada ən az sayda iştirak edən, əgər qrupdakı şəxsləri bölsək, qadınlar, uşaqlar və kişilər, ən az sayda olan kişilərdir. Gəlin biz bunu x olaraq götürək. Kişilərin sayı bilmirik nə qədərdir, ən azdır. Bilirik ki, hər qrupdakı uşaq sayı ümumi kişilərin sayına bərabərdirsə, 8 dənə də qrup varsa, onda uşaqların sayı nə qədər olacaq? 8x. 8 dəfə çoxdur. Və deyir, hər qrupdakı qadın sayı da toplam uşaq sayına bərabərdirsə, toplam uşaq sayı 8x. 8 dənə qrupun hər birində də 8x sayda qadın varsa, deməli onda qadınların sayı nə qədərdir? 8x vur 8. 64 x-a bərabərdir. Və biz bilirik ki, bu cəm ki, bunların da saylarının cəmi 226-dan kiçik cüt ədəddir. Gəl birinci bu x-larımızı toplayaq. 64, 8, elədi 72, o da x. 73, x. Və mən bilirəm ki, burada insan sayından söhbət gedir də. Yəni, bu kişilərin sayı natural ədədlə ifadə olunmalıdır, bu x-in sayı. Və bilirəm ki, misal üçün, o 4 ola bilməz. 4 olsa 73-ü 4-ə vursaq, bu 226-dan böyük alınacaq. Yaxşı, x-in qiymətləri nə olacaq? X tutaq ki, 1-dir. Elədi 73 nəfər. X 2-dir. Elədi 146 nəfər. Və nəhayət x 3-dür. Elədi 219 nəfər. Axı bizə dedi, cüt ədəddir. Bunların ümumi sayı. Belə çıxır ki, 219 ilə 73 burada ələnir. Geriyə qalır nə? 146 nəfər. Bundan ötürü kişilərin sayı da 2 nəfər olmalıdır. Yəni, x nə idi? Kişilərin sayı. Ümumi səyahət edən adam sayını soruşur amma bizdən. Ümumi səyahət edən adam sayı nə qədər olacaq? 146 nəfər. Keçək digər sual nümunəmizə. Qrupun tələbələri oxu zalına aşağıdakı kimi getdilər. Bazar ertəsi 5, çərşənbə axşamı 6, çərşənbə 4, cümə axşamı 8, cümə günü 7 tələbə. Heç bir tələbə oxu zalında 2 gün ardıcıl olmadı. Qrupda ən az neçə tələbə ola bilər? Gəlin ilk növbədə bu günləri
yazaq ardıcıllıqla. Misal üçün biz artıq onsuz da istifadə edəndə daha çox deyirik birinci gün, ikinci gün kimi. Elə bu cürdə qeyd eləyirəm daha sadə görünsün deyə. Bu birinci gün, ikinci, yəni çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günü verilib bizə. Və bu günlərin hər birində oxu zalında olan qrupun tələbələrin sayı verilib. 5 nəfər, 6 nəfər, 4 nəfər, 8 nəfər və 7 nəfər. Və yeganə bir şərt də onu verib ki, heç bir tələbə oxu zalında 2 gün ardıcıl olmayıb. Yəni, bu birinci gün, bazar ertəsi iştirak edən 5 tələbənin heç biri növbəti gün iştirak eləməyib. Yəni, bu 5 tələbə ilə bu 6 tələbə tamam ayrı-ayrı tələbələr olmalıdır. Sadəcə bundan belə bir nəticə çıxardırıq. Və deyir ki, qrupda ən az neçə tələbə ola bilər? Qrupda tələbənin digər sayını biz onsuz da müəyyən eləyə bilmərik. Misal üçün, ən çox neçə tələbə var? Bunu müəyyən eləyə bilmərik. Niyə görə? Çünki tələbələr içərisində eləsi olar ki, oxu zalında, yəni sırf bu şərtlərə görə. Tələbələrin eləsi olar ki, ümumiyyətlə bu günlərin heç birində oxu zalına getməz və s. və ilə axır. Amma burada ən az iştirak eləyəni müəyyən eləyə bilərik. Nəyə əsasən? Mən bilirəm ki, bu həftənin bu birinci günü, bazar ertəsi iştirak edən 5 tələbə bu tələbədən ayrı saydır. Yəni, bunlardan heç biri deyil. Bu 6 nəfərdən. Deməli, sırf bu 2 günə əsasən mən müəyyən eləyə bilərəm ki, bu qrupda ən azı 11 nəfər tələbə olmalıdır ki, bu say özünü doğrultsun. Yəni, 11 nəfər tələbə olmalıdır ki, ən azı bu 5-i gəlib bazar ertəsi iştirak eləyəndə növbəti gün, çərşənbə axşamı da digər 6-sı gedib iştirak eləyə bilsin. Buna uyğun gəlsin. Və yaxud da ki, bu 6 nəfər iştirak eləyəndə, növbəti gün iştirak eləyən bu 4 nəfər bu 6 nəfərə aid deyil. Bu 8 nəfər ondan əvvəlki gün iştirak eləyən 4 nəfərə aid deyil. Və bu 7 nəfər də həmçinin bu 8 nəfərdən deyil. Onların içərisinə aid deyil. Və burada biz ən azı müəyyən etmək üçün nədən istifadə eləyəcəyik? Ardıcıl gələn hansı 2 gündə tələbə sayı daha çoxdursa, o sayı müəyyən eləyəcəyik. Misal üçün, 8 üstəgəl 7. Nə eləyir? 15. Deməli, ən az 15 tələbə olmalıdır ki, 4-cü gün, yəni cümə axşamı 8 tələbə oxu zalında iştirak edəndə, cümə günü də o 7 tələbə gedib iştirak eləyə bilsin. Ən azı. Misal üçün, burada 9 olsaydı, mən 8 ilə 7-nin yox, 9 ilə 8-in cəmini toplayacaqdım. Niyə? Fikirləşəcəkdim ki, əgər çərşənbə günü 9 tələbə iştirak eləyibsə, cümə axşamı 8 tələbə iştirak eləyibsə və bunlar eyni tələbələr deyilsə, ən azı onda bunların cəmi qədər olmalıdır. Tutaq ki, burada 16 tələbə olsaydı artıq, mən 16 ilə 9-un cəmini toplayacaqdım. Ardıcıl gələn saylar içərisində 2 ən böyük nəticə hansıdırsa, hansının cəmi ən böyük nəticəni verirsə, mən onları toplayıram və bilirəm ki, ən az qrupda bu qədər tələbə olmalıdır. Yəni, bizə burada 8 və 7 ardıcıl gələn 2 ən böyük rəqəmlər olduğuna görə biz bunların cəmini toplayacağıq və nəticədə müəyyən eləyirik ki, qrupda ən azı 15 tələbə olmalıdır. Keçək növbəti sualımıza. Bu sualda deyir ki, arıçı yarmarkaya tam doldurulmuş 4, 15, 25, 40, 100 və 150 litrlik qablarda ümumi həcmi 536 litr olan 11 qab bal gətirdi. Mütləq doğru olan mülahizəni seçin. Əvvəla buradan nə nəticə çıxartmalıyıq? Arıçı yarmarkaya bu tam doldurulmuş qablar qeyd olunub da 6 dənə müxtəlif qab. Əgər bu qablar burada qeyd olunubsa, 4 litrlik, 15 litrlik, 25 litrlik, deməli bunların hər birindən ən azı bir dəfə istifadə olunub da. Yoxsa bu qabların, belə deyək də, burada qeyd olunmazdı. Deməli, ən azı bir dəfə istifadə olunub ki, bu qab burada qeyd olunub. Arıçının istifadə elədiyi qabların içərisində. Və cəmi də 536 litrdir. Və ümumi qab sayı da cəmi 11 dənədir. Biz ilk növbədə nə edə bilərik? Biz ilk növbədə gəlin biraz yazıları kiçildək, burada yazı yaza bilmək üçün. Hər birini bunların bir dəfə qeyd eləyək. Bax, burada qeyd eləyirəm 4, 15, 25, 40, 100 və 150. Və hər birindən də ən azı bir dəfə istifadə olunub da bunların. Ən az bir dəfə istifadə olunub. Ona görə 1 yazıram qarşısına. Və bunların ümumi cəmi nə qədər elədir? 6 dənə. Və bilirəm ki, 6 qab
Artıq istifadə olunub. Yerdə qalıb 5 dənə qabımız. Gəl görək bu 6 qabın hər birindən bir dəfə istifadə eləsək, bunun ümumi cəmi nə qədər eləyər? Misal üçün 15 ilə 25-i topladım 40, üzərinə gəldim yenə 40, 80, üzərinə gəldim 100. Şifahi olaraq toplayıram, siz də baxa bilərsiniz. Üzərinə gəldim 100, 180, üzərinə gəldim 150. Elədi 330. Bu 4-ü də gəlsəm üzərinə eləyəcək 334. Deməli, ümumi nə qədər oldu? 536 litrin 334 litrindən artıq istifadə olunub. Geriyə görək neçə litr bal qalıb? 6-dan 4 çıxıram. 2, 3-dən 3, 0, 5-dən 3, 2. 202 litr bal. Yaxşı, nə qədər qabımız qalıb? Bunların hər birindən bir dəfə istifadə olunsa 5 dənə qabımız qalıb. Yəni, geriyə 5 qab və onların ümumi həcmi 202 litrdir. İndi burada bir məsələ var. Diqqət etsək görərik ki, bu qabların hər biri ya sonu 5 ilə, ya da 0 ilə bitən həcmləri var. Yəni, təklik mərtəbədə ya 5 var, ya 0. Mən bunların heç birini toplayıb, bax, bu gördüyünüz təklik mərtəbədəki 2 vara nə qədər istifadə edirəmsə edim, bu 2-ni əldə edə bilmərəm. 5-i cüt ədədə vuranda axırı 0 olur, tək ədədə vuranda 5. Neçəyə vurursan vur. Deməli, biz mütləq bu 4-dən istifadə eləyərək ən birinci bu 2-ni əldə etməliyik. Bu 4-ü nəyə vursaq, sonu 2 ilə bitən bir ədəd alınır. 4-ü 3-ə vursaq, 4-ü 3-ə vursaq, sonu 2 ilə bitən bir ədəd alınır. Onda gəl belə eləyək. Bu hissəni silim. Onda biz nə edirik? Bilirik ki, 3 dənə də 4 litrlik qabdan istifadə etmək lazımdır. Geriyə qaldı 5 qabdan 3-ünü də istifadə elədik. Geriyə qaldı nə? Cəmi 2 qabımız. Və neçə litr? 212-dən 3 vur 4, 12-ni çıxanda qalır 190 litr. Deməli, 190 litrdə 190 litri mən cəmi 2 qabla əldə etməliyəm. 190 litri. Onda mən nə etməliyəm? Məcbur. Bir dənə 150 litrlik qabdan götürməliyəm. Oldu plus 1. Bir dənə də 40 litrlik qabdan. Plus 1. Artıq bizə məlumdur ki, hansı qabdan nə qədər istifadə etmişik. Başqa şəkildə bu nəticəni biz əldə edə bilməzdik. Mümkün deyildi. Məlum oldu ki, 1 üstəgəl 3. 4 sayda 4 litrlik qabdan 1, 1. 2 sayda 40 litrlik və 2 sayda 150 litrlik qabdan istifadə olunur. Digərləri də hər biri 1 dəfə. 1 saydadır. Gəlin indi şərtlərimizə baxaq. Görək bizə nə deyir? Deyir ki, ən birinci, 150 və 25 litrlik qabların birlikdə sayı. 150 litrlik qablar 2 dənə, 25 litrlik qab 1 dənə. Birlikdə sayı bunun elədi 3. Birlikdə sayı bunun elədi 3. 4 və 100 litrlik qabların birlikdə sayı ilə eyni deyildir. Baxın, 4 litrlik qabların sayı 4. Artıq indidən bilirik ki, hətta o 100 litrlik qabı gəlməsək belə, eyni deyil. Deməli, onda 1 düzdür. Çünki deyildir, deyir. 100 və 15 litrlik qabların sayı eyni deyildir. Baxın, 15 litrlik qab 1 dənə, 100 litrlik qab 1 dənə. Eynidir. Deməli, bu düzgün cavab deyil. 40 və 150 litrlik qabların sayı eyni deyildir. Baxın, 40 litrlik qabların sayı 2, 150 litrlik qabların sayı 2. Eynidir. 15 və 40 litrlik qabların sayı eyni deyildir. 15 cəmi 1 dənə, 40 litrlik 2 dənə. Deməli, bu da düzgündür. 25 və 15 litrlik qabların sayı eyni deyildir. Xeyr, hərəsindən 1 dənədir. Səhvdir. Və burada baxırıq ki, 4 və 100 litrlik qabların sayı eyni deyildir. 4 litrlik qabların sayı 4, 100 litrlik qabların sayı 1. Əlbəttə ki, eyni deyil. Deməli, biz hansıları götürürük buradan? 1, 4, 6. D variantı. Belə. Keçək növbəti sualımıza. Burada isə qeyd olunur. Yüksəliş imtahanında iştirak edən tələbələrin onlayn test mərhələsinin nəticələri verilmişdir. İmtahanda iştirak edən tələbələrin 19,9% uğur qazanmışdır və uğur qazananların 80,2% kişidir. Aşağıda say nisbətləri verilmiş cədvəldən istifadə edərək eni tapdıqdan sonra imtahanda uğur qazanan kişilərin imtahanda uğur qazanan qadınlardan nə qədər çox olduğunu tapın. Cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Əvvəla bu cədvəl görək bizə nə deyir? Burada bir-birinə olan nisbətləri verilib.
1-in altında nə qeyd olunub? 863. 2-nin altında nə qeyd olunub? 1726. Baxın, bu eyni nisbətdədir də. 1-in 863-ə nisbəti 2-nin 1726-ya nisbətinə. Belə çıxır ki, onda, əgər burada bu hissədə, həmçinin burada da biz bunu görürük, 7 qeyd olunubsa, 7-ni vuracağıq 863-ə, nə qiymət alacağıq? Gəlin lövhəni biraz, yazıları biraz sola çəkək, yazı yazmaq üçün yer alınsın. Biz indi 863-ü vuracağıq 7-yə. Ən birinci keçməli olduğumuz mərhələ budur. 3 7-yə 1, 2 hətta 7-ni 6-ya 42, bu da 2. 7-ni 6-ya, artıq məndə də biraz 42, bu da 2. 4, 7-ni 8-ə 56, o da 4. Bu da elədi nə? 60. 6041. Nəticə aldıq ki, 6041. Artıq buna ehtiyac olmayacaq. Sadəcə 6041-i götürək bir kənarda yazaq. Bu 6041 ədədidir. Görək sonra bizə nə deyir? Bu 6041 E-nin qiymətidir və qeyd olunmalı bir şey var idi burada. Mətndə belə görürəm ki, bu tam aydın qeyd olunmuyor. 6041 belə deyək, imtahanda həmən mərhələdə iştirak edənlərin sayıdır. Və bunun nə qədər uğur qazanıb? 19,9%. Gəlin ilk növbədə bunu daha rahat həll edə bilməyimiz üçün sizə bir yol deyim. Belə olanda, adətən bunu əlbəttə ki 19,9 yox, 20 kimi yazsaydı. Bax, burada 80,2 var. Bunu 80% kimi yazsaydı, bunu həll etmək daha çox rahat olardı. Ona görə də biraz testi daha mürəkkəb formaya salmaq üçün bu cür şeylərdən istifadə edirlər və biz bunu özümüz sadələşdirə bilərik, özümüz asanlaşdıra bilərik. Bax, nə deyir burada? 19,9. Bunu 20%-dən nə fərqləndirir? 1%-in onda biri. Yəni 19,9-u üzərinə 0,1% gəlsək, bu 20% eləyər. Yaxşı, o 0,1% nə qədər eləyir? 6041 ədədinin 0,1%-i nə qədər eləyir? Yəni mində biri. 6 da, 6 fərq yaranacaq. Mən bu 6-nı yazıb altından xətt çəkirəm sizin üçün. Siz özünüz istəsəz bunu kalkulyatorla olduğu kimi də hesablayıb baxa bilərsiniz. 6 ədədini yazıb bura xətt çəkirəm. Mən bunu 6041-in elə %20-sini götürəcəm. Bunun %20-si də bu cür ixtisar gedəndə 6041 böl 5 qalır. 6041-i gəl bölək 5-ə. Bax, 6-da 5-imiz 1 dəfə. 1, 0 gətirdim. 10-da 5-imiz 2 dəfə. 10 tam bölündüyünə görə buradan götürdüm 4-ü gəldim. 4-ü gəldim və burada bir dənə 0 atdım. Axı buradan tam hissə bölündü. 40-da da bu 1-i də gətirirəm. Elədi nə? 40-da 8 dəfə. Vəssalam. O 1-i də artıq heç 5-ə bölmürəm. Çünki onsuz da burada cavabı təkliklərə qədər yuvarlaqlaşdıracağıq. Nəticədən o qədər də aşağı-yuxarı, o qədər də çox fərq etməməlidir bu 1-ə görə. Və bayaq nə dedim? 6 fərq yaranacaq dedim də, düzdür? Mən 19 ilə 10-da 9 yox, 20% götürmüşəm. Onda belə çıxır ki, bu 6-nı gəl bəri başdan çıxaq. 1208-dən 6 çıxsam nə qalır? 1202. Mən indi nəyi tapdım? Bu 6041 nəfər imtahanda iştirak edənlərin 1202 uğur qazananlarını tapmışam. Və bunun da deyir 80,2% kişidir. Gəl yenə bu 80,2-ni 80 kimi götürək. Amma necə? 80,2, bax bunu 100-ə bölüb, vururam sadəcə 80-ə 80%-in, yəni kişilərin sayını tapmaq üçün. Və bir şey bilirəm. 10-2 1202-də nə eləyir? Təqribən 2,10-da neçəsə, yəni fərq yaranır. Gəl indi belə eləyək. Bölək. Burada 4 qaldı. Burada 5. Düzdür? 1202-ni də 4-ə vursaq nə eləyər? Bəlkə də sizə normal qaydada getmək daha sadə görünə bilərdi. Mən özüm bu şəkildə tətbiq elədim. 4808, düzdürmü? Vurdum 4-ə. Bölürəm indi bunu 5-ə. Görək nə edəcək? 45-də 9 qaldı 3. 0-ı gətirdim bura. O 6. Düzdür? 8-i düşürdürəm aşağı. 8-də də 5-imiz 1 dəfə. Bu 961,10-da neçə? Bayaq da demişdim ki, bu 10-da 2-ni götürmürəm. 10-da 2 dedim nə qədər fərq yaradır? 2,10-da neçə? 961,10-da neçənin üstünə 2,10-da neçə gəlirəm?
Bu eləyir 964. Və mən bilirəm ki, 1202 nəfərdən 964-ü kişilərdir. 964 kişilər. Bunları silim. Neçə nəfər qadın olacaq onda? 1202-dən 964-ü çıxsaq, 2-dən 4 8, 9-dan 6 3. Burada da nə olacaq? 8 3, 11-dən 9 2. Bu da elədi 238. 238 də qadınlar imiş. Bunların fərqini tapsaq nə eləyər? 964-dən axı bizə deyir, imtahanda uğur qazanan kişilərin imtahanda uğur qazananlardan nə qədər çox olduğunu tapın. 964-dən də 238 çıxsam, 14-dən 8 çıxıram 6. Burada 6 ilə bitən bir ədəd var. Amma biz nisbi götürdüyümüzə görə ola bilsin ki, bir aşağı, bir yuxarı nəsə bir fərq yaransın. 14-dən 8 6, 5-dən 3 2, 9-dan da 2 7. Bəli, 726. Cavab oldu 726. Belə, əziz izləyicilər, ümid edirəm ki, video izah sizin üçün faydalı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.